Efirlərimizi təmiz fahişəxana eləyiblər. Bu cırıq da, durub bu cırıq da penisdən danışır. Nədən? Penisdən. Bütün ölkəni qəhvəxanaya döndəriblər. Baxaq. Penisin uzunluğu həm qalınlığı kişilər üçün əlbəttə ki, önəmlidir. Ölçüsü bir kişinin cinsi həyatında ciddi bir rol oynayırmı? 9 santimin altında olan penis mikropenis adlanır. Öz təcrübənizə görə gördüyünüz ən kiçik penisin ölçüsü nə qədər olur? 7 santimdən daha aşağı olur. Penisi hansı yollarla uzatmaq olur? 13-15 santim arasında doğru sayılır. Penis protezlər kimi üçündür. Yəni təxmini olarak 6 ay və 2 il arasında olur. Kişilər bunu özləri üçün yoxsa qadınlar üçün edirlər? Öz güvəni olmaq üçün. Özləri üçün mü edirlər? Özləri üçün edirlər. Baxın deyələmədən. Hə, penis nəyə lazımdır? Vay penis 22 oldu santimetrə. Vay nə bilim 8-10 santimetr. Penis. Azərbaycanın dərdi penis dərdidir. Ay sizin bu hakimiyyətin başda İlham Əliyev olmaqdan, axırda Elman Nəsirov olmaqdan, ay hamınızın arvadınızın, qızınızın ağzına ilə penis olsun o 8, 10, 12, 15, 20, 22 hər nəysə. Ha, bədbəh olur. Zaten biz İlham Əliyev orada qalsa heç kimin penisi durmayacaq. Ha, zaten cəmaat qız tapmır, evlənməyə imkan yoxdur, evlənən də bir neçə ay ailə arvad saxlaya bilmir. Ha, bu penis oldu nədir, olmadı nədir? Penisin yenə yekə olmağı Azərbaycanın oğlanlarına ziyandır. Yekə olacaqsa, belə tam əlindən tutub qoqili döyəcəklər. Balaca olacaqsa yenə barmağıyla belə eləyə bilər, belə eləyə bilər. Məsələn, birisi də Rövnək Abdullayev indiki balacaydı. Cavid Qurbanovdan o böyütdürübdü. Mən elə belə söz deməmişəm o vaxtda. Neçə il, bəlkə də 7 il bundan qabaq dediyim sözün üstündə dururam. Onlar da balacaydı, bu boydaydı, böyütdürdülər. Hər neysə. Belə eləyirlər balaca barmaqlarla və salam qutarı getdi. Ha, Azərbaycan efirləri penisdən danışır, qəhvəlikdən danışır. Nə biri çıxışlarını qaldırır belə lazerlə o gündəyməz yerini təmizlətdirirlər. O bununla dalaşır, bu onu söyür, o bunu söyür, bu bunun paltarını atır. Gəldi. Ha, nə gündəsiniz hə sizə? Mehriban Əliyeva lüt heykəlləri düzür Azərbaycana. Hələ bir xarici İşlər Naziri vardı, Elmar Məmmədyarov. Daha doğrusu onun Məmmədyarov deyil, onun Məmmədyandır, nədir? Erməni də uğraş. Qız da deməli oğlanlar, iki oğluna da iki erməni qız alıb. Hələ bildiyim qədərilə o qızlar ya əmi uşağıdır ya bacıdırlar. Və erməni qızlarına, oğlanların aldığı erməni qızlarına Amerikada hərəsində 4 milyon dollarlıq villa alıb. Hərəsində 4 milyon dollar. Elmar Məmmədyorov. Elmar Məmmədyorov nazirləri yığıb başına, xaricdən də birçilərlə nə bilim səfir tapmışlar. Lüt Erotika muzeyi var idi. O şəkillər kimdə varsa mənə atsın, xahiş edirəm. Onu mən itirmişəm o. Elmar Məmmədyorov nazirlərlə, rəhbərlərlə Lüt Erotika muzeyində olduğu şəkilləri mənə atın, onu təzdən paylaşım mən. Sonra Mehriban Əliyevanın lüt heykəlləri Bakıya gətirməyindən, nə bilim, nə. Elə bir baxın da, o adicə Heydər Əliyev sarayı var, o belə təhsil nazirinin o üzündə, o belə, o qadının yuqqasıdır da o. Onun Türkiyənin, necə deyərlər, proyekti Türkiyəlilər hazırlayıbdı. O qadının yubqasıdır. Külək vuran yubqa belə dalğalanır, amma belə dalğalanır. Göyə qalxır, altdan götü görünür. O göyə qalxan külək formasına belə yubqanı qoyublar. Bunlar nəsillikcə qəhvədir, nəsillikcə də qəhvəliyə meyillidir, ölkəni də qəhvəxanaya döndərdilər. Artıq İlham Əliyev Azərbaycanda görürsünüz ki, uzun zamandır bədənini və şərəfini satmadan həyatda qalma şansı qoymayıb xalqımızın heç bir nümayəndəsinə. Ya bədənini satmalısan, ya şərəfini satmalısan. Başqa cürə mümkün deyil. Deyil. Değerli həmvətənlər,